Salam Kripto Azərbaycan izləyiciləri, yeni bir video ilə daha qarşınızdayım. Başlıqdan da gördüyünüz kimi, bəli dostlarım, Binance artıq insanlara pul paylamağa başlayıb. Çünki ciddi şəkildə birjadan böyük pul götürmüşdülər və insanlar Binance-ı başladı boykot etməyə. Burada gördüyünüz kimi. Mən sizə göstərəcəm. Amma bizim dostlarımız arasında indi burada bəzilərinə 2800, 3000, 5000 dollar civarında baxın pullar verilib. Amma öz necə deyim, ətrafımızı deyirəm sizlərə. Burada gördüyünüz kimi bizim qrupun bir çoxuna 4000 dollar və 4000 dollar üzərində pullar verilib. Kısaca dostlarım, aylar öncə mən burada kriptovalyuta işində olan hər kəs izləsin deyə bir başlıqlı video atmışdım. Yəni bu da Binance-la əlaqəli idi. Binance-ı işlətməyəsiz, Binance-dan uzaq durasız deyə. Niyə? Bugün kriptovalyuta bazarının çökməyinə və kriptovalyuta bazarının ciddi şəkildə güvən itirməyinə əlbəttə ki, nə oldu? Binance səbəb oldu. Bəli, bunun da səbəb olmasında hamımızın bir payı var. Bilirsiniz necə dostlarım, gücü istər-istəməz Binance birjasına verdi və bütün insanlar keçid etdi Binance-a və Binance-da alım-satımlar etməyə başladı. Nə oldu? Binance axırda 100 milyardlarla dollar insanların pulunu yeməyə başladı. Bu günlərim sizcə bu insanlar havayı pul paylayarmı? Əlbəttə ki, xeyr. Çünki hal-hazırda gündəm nədir? Gündəm insanlar Binance-ı başlayıb boykot etməyə və Binance hesablarını silməyə. Əlbəttə ki, biz bu məsələyə indi yox, 2 ay bundan öncə necə deyim, başlamalıydıq, boykot etməliydik və Binance-dan istifadə etməməliydik. Okay, bu günlərin Binance BNB network-ündən istifadə edə bilərsiniz. Baxın, network cəhətindən, MetaMask üzərindən. Amma birjaya daxil olmaq düzgündürmü? Əlbəttə ki, düzgün deyil. Bunun da ən başlıca səbəblərindən biri İsrail və Fələstin savaşında Binance bütün Fələstin vətəndaşlarının bütün hamısının hesabını blokladı. Bəli, yəni düşünün ki, orada sizin milyonlarla və ya 100 minlərlə və ya 10 min, 15 min dollar pulunuz var Binance birjasında və sırf milliyyətiniz Fələstinin olduğu üçün sizin hesablarınızı blokladılar. Sabah bir gün onda belə çıxır ki, bizim ölkə başqa bir ölkə ilə müharibəyə çıxsa, birja artıq bizim pulumuzu da bloklaya bilər. Sadəcə və sadəcə baxın, bu dediklərim Binance-a aiddir. Və heç bir necə deyim, ortada böyük bir problem olmadan Binance durdu, nə etdi? Bütün baxın valyutaların hamısını birbaşa dibə indirdi və insanların futures üzərindən milyardlarla dollar pullarını aldı. İndi bu gündə hər kəsə belə deyim, gördüyünüz kimi 3000, 4000 pul verir. Baxın, bu adam Binance-da 40 min dollar pul itirib. 40 min dolların qarşılığında 3600 dollar gördüyünüz kimi pul veriblər. Burada gördüyünüz kimi adam deyir ki, 40 min dollar itirdikdən sonra Binance-dan 3 BNB airdrop aldım. Və bunun üçün təşəkkür edirlər. Əlbəttə ki, bunun üçün təşəkkür etmək lazım deyil dostlarım. Bu çöküş tarixi bir çöküş. Bu adamların əli ilə, baxın, əsasən də bunun əli ilə olan bir şey idi. Bildiniz necə? İndi düşünün ki, sizdən biri 10 min dollar pul alıb və bu 10 min dolların qarşılığında sizə 1000 dollar pul verib. Əlbəttə ki, bu qədər itirilən pullar hara getdi? Bu adamların cibinə getdi. Düşünün ki, çöküşdən 5 dəqiqə əvvəl, yəni bazarın dibə vuracağından sadəcə və sadəcə 5 dəqiqə əvvəl Trumpın oğlu, hələ təkcənə Trumpın oğlundan gedir söhbət, o balaca var ya, bax bu, çöküşdən sadəcə və sadəcə 5 dəqiqə əvvəl içərdən insight alaraq 80 milyon dollar gördüyünüz kimi pul qazanıb, tək bir cüzdandan. Əlbəttə ki, dostlarım, güc Binance-ın əlində olduğundan istədikləri kimi, necə deyim, bütün birjanı manipulyasiya edirlər, bütün bazarı, bütün bazarda olan kriptovalyutaların hamısını
həm istədikləri an dibə vura bilirlər, həm istədikləri an qaldıra bilirlər. Və artıq gördüyünüz kimi bütün Binance istifadəçilərinin bir çoxu ayağa qalxıb nə edir? Binance-ı boykot edir. 20 milyard dollar insanların hələ ki, yəni bu arada bilinən məbləğlərdir. 20 milyard dollar insanlardan pul oğurladıqlarını, yəni bu gedən pullar sənin, mənim və ya digər, necə deyim, insanların pullarıdır. Bunu əlbəttə ki, dostlarım, göz görə-görə, baxın, göz görə-görə mənimsədilər. Baxın, indi hal-hazırda görürsünüz bütün paylaşımları. İnsanlar artıq Binance-ı skam olaraq paylaşır və bu da həqiqi mənada çox gözəl bir şeydir. Baxın, bu günlərim itkilərinizin əgər 1% qaytarılırsa sizə, yəni %10% belə deyim, qaytarılırsa, bu günlərim qlobalda olan, baxın, bu vəziyyətə görədir. İnsanlar artıq hesablarını silməyə başlayıblar Binance-da, çünki güvənmirlər bir sözlə, gördüyünüz kimi. Həm də gəlin indi isə əsas məsələyə qayıdaq. Bu günlərim digər birjaları bilirsiniz ki, bunların da içində ən çox airdrop paylanması ilə bağlı tanınan Binance-dır. Baxın dostlarım, bugün hansınıza Binance-dan normal airdrop almışsınız desəm, heç biriniz bir cavab verə bilməyəcəksiniz. Gəlin mən sizə qısaca kriptovalyutaların arxa planını danışım. Arxa planda işlər necə gedir? İndi isə dostlarım, arxa plan və airdrop sistemi necə işləyir? Baxın, bunu nümunə olaraq deyirəm. Məsəl üçün, deyək ki, Sui valyutası bugün 1 milyon dollarlıq bir airdrop paylayacağını deyir. Yəni, öz tokenindən 1 milyon dollar müxtəlif insanlara 1 milyon dollarlıq verəcəyini açıqlayır. Və təbii ki, bu 1 milyon dolları əmanət olaraq kimə verir? Binance-a verir. Deyir ki, al bu 1 milyon dolları və ən çox birjada, belə deyim, mənim valyutamı və ya sizin birja üzərindən mənim valyutama long, short pozisiyası açan insanlara payla. Bunu insanlar arasında bölüşdür. Çünki mən buna Floki'dən şahidəm. İndi nümunə olaraq Suini göstərirəm, amma Floki'də adamlar bunu etmədilər. Deyək ki, dostlarım, sən Sui'də hər hansı bir pozisiya açmısansa və ya hər hansı bir Sui token satın almısansa, o Sui'nin 1 milyon dollar ayırdığı airdrop havuzundan oradan sənə pay satır. Başa düşdün? Ancaq Binance neyinir dostlarım? Binance bunu sadəcə öz işçilərinə və öz adamlarının arasında yaratdığı hesablara, onlarda hamısının bu arada UID-ləri var. O UID-lər arasında o Binance hesablarına, yəni bir sözlə də öz adamlarına bunu bölür. Bu günlərin Binance Alpha da baxın bu şəkildə işləyir. Ona görə Binance Alpha-ya girən valyutalar biraz qalxdıqdan sonra başını qoyur yerə. Çünki niyə? Binance Alpha-da bu günlərim ciddi şəkildə airdroplar ayrılır. Ancaq bu airdroplar nə güc, nə qüvvət, nə bəladsa artıq yəni bilmirəm də. Bunların heç biri bizə çatmır. Başa düşdü? Sadəcə və sadəcə məndən çox kriptovalyuta işi ilə məşğul olan yoxdur. Mən indiyənə kimi Binance-dan, baxın, həyatımda indiyənə qədər Binance-dan hər hansı bir airdrop almamışam. Və ya BNB staking etmişəm, hər hansı bir valyutanın ön satışına qoşulmuşam. Ön satış açıldıqdan sonra deyək ki, o stakingə 10.000 dollar və 10.000 dollar üzəri BNB qoymuşam. Baxın dostlarım, staking açıldıqdan sonra 10.000 dolların üzərində olan bir miqdara mənimlə məzələnirlərmiş kimi götürüb 5-6 dollarlıq bir token veriblər. Yəni mən bu pulu orada 10 gün saxlamışam, 15 gün saxlamışam, 20 gün saxlamışam, amma nəticə etibarilə mənə düşən pul miqdar nədir? 15 dollar civarlarında, yəni çox bərbad miqdarlarda, necə deyim, tokendən paylar almışam. Amma digər birjalar belədirmi? Əlbəttə ki, belə deyil. Binance-ın sadəcə olaraq dostlarım, bu günlərim belə deyim də, dişləri artıq qana batıb deyə daha çox insanları necə soya bilərəm fəlsəfəsi ilə yaşayırlar. Yəni ki, bu günlərim mənim Binance-da bildiyiniz kimi yüzlərlə referansım var. Baxın, hər birinizə deyirəm, həqiqi mənada deyirəm. Yəni bu günlərim siz də buna ortaq olun. Necə ortaq olun? İşlətdiyiniz birjanı dəyişin.
Başa düşdünüz? Yəni bu birjaya hər hansı bir bilginizi verməyin. Eynən baxın, burada Fələstin və İsrail savaşını gözünüzün qabağına gətirib bu oyun. Bax, bütün insanların pullarını necə sıfırladıqları kimi hər an, hər saniyə sənin də pulunu, sənin də və ya hesabını bloklaya bilər. Çünki güc qüvvə adamların əlindədir və adamlar istədiklərini edir. Amma bu günlərin boykot olduğu üçün nə gözəl baxın, insanlara necə deyim, pul paylayırlar. Pul necə paylayırlar? İtkisi olan insanları bir sözlə susturmaq üçün, itkisi olan insanları hər hansı bir paylaşım etməmələri üçün təbii ki, dostlarım, insanlara yenə də deyirəm, səndən elə bir 10 alıb sənə bir qaytarır ki, sizlər susasız. Əlbəttə ki, bizlərin ən böyük səhvi Fələstinlilərin hesabı bloklanarkən, hesablarına əl qoyarkən, baxın, bizlər onda susmamalıydıq. Təəssüf ki, indi özümüzün ziyanımız var deyə, yəni bunu edirik, bu boykotu falan edirik. Vaxtında Fələstin üçün birləşsəydik, bəlkə də Binance o zaman boykotu görüb qorxardı, bu günlərin bu hadisələr baş verməzdi. Belə dostlarım, inşallah ki video sizlər üçün faydalı olmuşdur və inşallah ki bu videodan sonra Binance-dan uzaq durarsınız və Binance-ın manipulyasiyalarına qurban getməzsiniz. Sağ olun, hələlik.